onun da sevgi dili həmin budur. Çünki o bunu belə ifadə edir. Eyni zamanda bizdə köhnədən qalan bu adət-ənənəli kişilər, onlar hər gün evə gətirirlər öz qazancını, öz bazarlıq eləyirlər, öz ailəsini təmin edirlər hər nə lazımdırsa o ilə. Və o sevgini bu cürə ifadə edir. Amma mən xanımlardan eşidirəm ki, mənə vaxt lazımdır, mənə xoş söz demir, o məni sevmir. Amma bəli, ev üçün hər şey edir. Biz güvəndəyik, biz toxuq, bizim hər zaman geyinməyə hər şeyimiz var. Kişi bu cürə bu sevgini ifadə edir. Çünki çox güman ki, öz valideynlərdə də eyni şey görüb ki, mama qayğı vasitəsilə sevgini ifadə edir. Ata isə bazarlıq etməklə, evə qazanc gətirməklə, evi qorumaq vasitəsilə sevgini ifadə edir. Buna görə də qızlar qat-qat düşünün deyəndə ki, mənim yoldaşım məni sevmir, bəlkə o sadəcə sevgini bu cürə ifadə edir.